Kişmiş asa bu dünyanın bütün kişmişləri qurban. Öz bax şəxsi kişmişimdən verəm. Hardan görürsən, ne onu sən? Ha, bak orada bunu... Ne deyir? Əmi sağ... Ay əmi sənə qurban. Demək, bax ha, qonaqlarımıza biz burada ləpədən, kişmişdən, qozdan, fındıqdan veririk ki, yəni görsünlər ki, bizim üçün dəyərlidirlər. Sən də ye. Mən də yeyim, yemiyim. Sən yeyirsən. O kimində, kişmiş kimində? Sənin. Kimində? Mədinənindir, Mədinənin. Allah səni qorusun qızım. Çox şirindir. Bilmirəm. Deyirlər, sosial şəbəkədə canlı açanda ən çox izlənməsi Mədinənin olur, ha? Maşallah. Mikrofona danışın. Ha, buna siz, o sizin üçün deyil. O yalnız Mədinə üçün. Yox, qalsın sizdə. Canlı açır. Oradan onda pullar da qazanır hər halda. Hədiyyələr atılır. Xeyr, mən oradan pul qazanmıram. Oradan pul qazanmaq üçün açmıram. İzləyicilər üçün açıram. İzləyicilər çox mesaj tələbləri gəlir ki, Mədinənin Hansısa bir reklam təklifi gəlibmi? təkliflər çox olur, mən götürmürəm. Mən ümumiyyətcə reklam təkliflərini qəbul eləmirəm. Niyə? Ümumiyyətcə uşaqdır. O uşaq mən bunu hobbi üçün çəkirəm. Yəni bunu qazanc məqsədi ilə eləməmişəm mən. Əvvəlcədən açandan qazanc məqsədi. Amma dünyada belə çoxdur. Uşaqlar böyük Yox, bilirəm, mən özüm böyük qazanclar edir. Yəni bu da sizin mən bildiyim, mən belə bilirəm. Yəni bir valideyn kimi haqqınızdır. Siz izin də verə bilərsiniz reklama çəkilməyə. Yox, bilirsiniz necədir? Yəni bütün valideynlərin haqqıdır. Yəni mən də sabah öz övladımı reklam çəkişində elə bir ki uşaq kimi o oynaya bilmir, şey eləyə bilmir, reklam çəkilişlərində ola gərək. Onun elə bir ki öz rahatçılığı üçün istəmirəm. Yəni məsələ pul qazanc məqsədi deyil, başqa məsələ deyil. O rahat olsun. Hə, özü rahat olan şeylərdə, məsəl üçün rahat olan şeylərdə mən ona izin verirəm ki, məsəl üçün video çəksinlər, eləsinlər. Amma rahat olmayan şeylərdə mənim üçün əsas qızımdır. Mən ondan Neçə övladınız var, qardaş? Mən bir dənə övladım var. Ay maşallah. Nə vaxt evlənmisiniz ailə qurmusunuz? Mən Mədinənin 2 yaşı var, 3 il bundan əvvəl. Siz Beyləqanda yaşayırsınız yoxsa Bakıda? Bakıda yaşayırıq, amma əslimiz Beyləqandandır. Əsliniz Beyləqan. Yəni oradan ora gedib gəlirik. Hə, gedib gəlirik. Valideynlərim orada yaşayır, ora gedib gəlirik. Nənəsi babası ən çox onu çox istəyir. Hə. Allah sağlar. Amma görüntü olaraq, üz görüntüsü olaraq çox bənzəyir sizə. Deyirlər o atasına bənzəyir.